4 aylıq oğlumla səhərimizin necə keçdiyini vlog kimi çəkmək istədim. Səhər yeməyini rahat hazırlayım deyə onun başına qatmaq üçün belə bir oyuncaqlar vermişəm ki, oynasın. Bugün səhər yeməyində onun üçün kefirli pankek hazırladım və özüm üçün də sumuzi hazırladım ki, səhər yeməyi əvəzi olsun. Unutmadan D vitaminini də verirəm. Bu arada elə pankeklər də hazır olur. Çox dadlı olmuşdu. Yanına bir qədər də meyvə əlavə elədim ki, həvəslə yesin. Daha sonra dünəndən qalan kekslərimdən qoyuram ki, yoldaşım işdə çayla içsin. Qalan pankekləri isə yığıram, ətiyə ara öğünlərdə verəcəm. Hər yeməyimizi yediyimizə görə ilk iş evləri toz oranlayıram ki, sonra yatanda səs eləməyim deyə. Daha sonra onu yatmağa qoyuram. Üzünün bir bezi var, yəni onunla yatır. Onu iyiləyir, elə də yuxuya keçir. Yatdığına görə tez qaçıram qalan işlərimi həll eləməyə. Burada qablarımı yuyuram, yerini yığıram. Sonra paltar işimi həll eləyirəm. Çünki o oyananda artıq onunla məşğul olacağam, onunla vaxt keçirəcəm. Ona görə işlərimi bitirmək istəyir. Təbii ki, hər gün hər şey eyni olmur. Bəzən yemək yemir, bəzən yatmır, bəzən elə olur ki, axşam saat 5 olur. Hələ heç bir işimi görməmiş oluram. Elə o zaman da anlayıram ki, rutin çox gözəl bir şeydir. Hər gün hər şeyin yolunda getməsi, bunların öhdəsindən gəlmək çox gözəl bir şeydir. Oyananda yeməsi üçün günorta yeməyini də hazırlayıram. Bu görüntü məni çox xoşbəxt eləyir. Hər yan tərtəmiz və bunları bitirəndə saat hələ 12-yə işləyirdi. Gəlirik günün ən sevdiyim saatına. Özüm üçün bir fincan kofe hazırlayıram. Bu kofeni çox sevirəm. Mənə tam bir enerji verir və bilin bakalım tam da içəcəyim anda nə baş verdi. Bəli, oyandı. Bu vlogu da belə mutlu sondan bitirirəm.